ailəsinin yaşaması tarixçəsini özündə əks etdirir. Hər şey Sarah Winchester'ın həyat yoldaşını itirməsindən və onun çox milyonlu sərvətinə miras olaraq sahib çıxmasından sonra başlayır. Daha sonra da həyat yoldaşının ruhu onun yanına gələrək heç də yaxşı olmayan xəbərlər gətirir. Onun bəyan etməsinə görə, bütün bu pullar heç də şərəfli yolla deyil, insanların canı və qanı bahasına əldə edilib. Bu səbəbdən də bütün nəsil artıq lənətlənmişdir və ruhlar öz intiqamını mütləq alacaqdır. Onlarla barışmağın tək yolu var idi və bu evi inşa etməyə başlamaq idi. Xüsusilə də fasilə vermədən. Çünki çəkic zərbələrinin səsləri kəsildiyi halda qadın öləcəkdir. Sarah cəld olaraq işə başlayır. Yenicə milyonlara sahib olmuş dul qadın öz evini imarətə çevirməyə başlayır. Tezliklə evdə yeni otaqlar, dəhlizlər, eyvanlar və gizli keçidlər əmələ gəlir. Mərtəbələr dolayı pilləkənlərlə birləşirdi və əsasən heç bir yerə aparmırdı. Görünür dəli olmuş xanım Winchester bu yolla onu izləyən ruhlardan canını qurtarmaq